Bugün saat 7'də Qarabağ Sabaha qarşı qələbəni kim qeyd edəcək? Qurban Qurbanov yoxsa Valdas Dambrauskas? Azarkeşlər arasında elə bir maraqlı adam var ki, onun fikirləri hamını çaşdıracaq. Azərbaycan çempionatında kimi azarkeşlik edirik? Azərbaycan çempionatında açıq desəm, bilirsiniz ki, Qarabağ klubu bizim ən favorit klublardan biridir. Və paralel olaraq bir komanda yox, mən deyərdim ki, mənim 3 komandam var. Aha. Özüm həm Neftçi olmuşam, Neftçi cəmiyyətinin yetirməsi olmuşam. O yüzdən Qarabağ, Neftçi və Sabah futbol klublarına. Azarkeşlər arasında bu çox söz-söhbət yaradacaq ha. Gücdə ki, niyə məhz bu 3 klub? Yox, seçim təbii ki, mənim öz ixtiyarımda olan şeydir. Bu könüllü olan bir şeydir. Neftçinin bir tarixi olubdur o yüzden. Qarabağ bizim ölkəmizi dünya miqyasında layiqincə təmsil edir. O yüzden. Sabah isə mən deyərdim ki, yeni yetişən, həm də klub kimi həqiqətən də formalaşan bir klubdur və Sabah futbol klubuna da inamım böyükdür.